Muhatadır bunlar. Ben hemşire buna başladım. Sağ olun, teşekkür ederim. Neredesin? O derim çekilişte bir başka görseniz burada bir başka. Böyle keks kabları var, piçonu için. Çok fazla var ya. Neçədir bunların biri? Biri bir manatadır bunların. Sıra bu belə. Qoşsun bu belə. Bəs bunları 50 qəpik. Bu qəlbində 50 qəpik. Bu qoz qəlbidir. Bu belə bir balaca, bu da belə qəlbində. Qəlb gedir də belə deyib balaca. Balaca qəlbində bu belə. Qoz kimi. Biri 50 qəpikdir bunun. Bunun da biri bir manat. Hop. Beləsini də birinizdə göstərdim sizə 20 manat. O belə iki aş kazanı var. Kim soktu onu oraya? Hadi. Hadi gidelim. Al sonra bak. Değil mi? Aş kazanı neçə deyəkən? 65 manat. Yanlış yere gitmiştik, geziyoruz. Görəsən. Hemşire nədir? Ha, kazanmış. Sonra orada mis kazanı var. Mis kazanı neçədir abi? Mis kazanı. 80 manat. Malzemeler var orada. Ne içeriz? 7 manata belə şey var. 16 manat verib götürə bilərsiniz. Yavaş yavaş düşür aşağı 5 de verib götürə bilərsiniz. Gəlib Sabunçu bazarından bunları əldə edə bilərsiniz inşallah. Böyle çox lavazımat. O belə mis kazanı, mis məcməyi. Kardeşin nömrəsi var məndə. İstəsəz əlaqə yaradarsınız. Nömrəsini verəcəm. Özünə əlaqə saxlayıb gəlib əldə edə bilərsiniz bu qab-qazaqları. Burada böyücü var. Bu neçə dedin sən? 65. Bu neçədir bəs? 20 manat. Sonra 20 manat. Ağzı alalım. Başka ne var burada? Şöyle yaşa. Meyve kablar var. Böyle gülden var. Yaşa meyve kablarını. Neçədir meyve güldanlara var? Meyve kabları. Meyve kabları 80'dir. Biri 40 manatadır. Əldə edə bilərsiniz. Ha, sonra bak. Vaflı istəyirsiniz. Vaflı pişirən buradadır. Vaflı pişirən 50 manata deyirsən ha? Vaflı pişirən 50 manatadır. Sonra böyle pandalar var. Pandalar neçədir? O neçədir? 50 manat. Bu da 50 manatadır. İkisi de 50 manatadır. Ha, ikisi de 50 manatadır. Bazar olsun. Bu böyle serisi. Abi o serisi neçədir? Bak yemek yedir o. Neçədir o? Çekoslovakya. 150 manat. Şurada o böyle şey var. Bulutları da kıymetinde lan sen? Bulutlar da Çekoslovakya gelir. 3 manattan 15 manat. 3 manattan 15 manat. Bunları inşallah əldə edə bilərsiniz. Sabunçu bazarına gəlib, Sabunçu bazarına Məhəmməd Əlinin adını verib bunları əldə edə bilərsiniz taydan. 70'e deyirsə məsəl üçün 65'e, 60'a əldə edə bilərsiniz. Deyin ki, biraz Məhəmməd Əli TV'nin kanalından gəlmişəm, izləmişəm. Abi ona ehtiyac var, ona ehtiyac yoxdur. Qurana ehtiyac yoxdur.
Ayıp, Allah'a Yox, şükür ehtiyacı hayır, yoxdur. Olsa gəl çəkilişə Yox, istəyirəm, Quran olmasın. Xeyri varsa Sağ ol, Allah köməyiniz olsun. Boşqabların qiymətini nə? mən. Üvəyə nə? Salat 20 boşqabları. manat. Lan hamısını qardaşdan gəlib, mənim adımı verib. Deyə bilərsiniz ki, biz Məhəmməd Əli TV-nin kanalına gəlmişik, izləmişik videoları, çəkiliş edib. Biz görmüşük, gəlib əldə edə bilərsiniz bunları hamısından. Məsələn, 60-a deyirsə, 3 manat, 4 manat, 5 manat belə istik eləyəcəksiniz üçün. Problemi yoxdur. Amma bazara gəlin. Dost nömrəsini zəşətib açmayacaq nömrəsini. Çünki gəlin bazara, bazarda 6 bazar dayı bazarda olur. Əldə edə bilərsiniz bu qab-qazaqları dayıdan. Bu nə qabıdır? Onlar içində çay, qahve, neşə, Neçəyədir olar? sənəsi olmaz. 3 dənəsi olmur. Bu çanışın başı nə elədi abi? Onun üstündə çatmatik nəsələr. Təzədir. Neçədir o? 20 var. Doklar olan. Tokla olan da. Belə çarçsız olmasaydı neçəydi o? O da hizmetler 60 manat. 60 manat. Ha, çartdı deyə ona görə. Kapağında Ha, bir dənə qapağındadır da. başka yerlere bak. Bu qırmızılar neçədir ürəklər? Kırmızı da 20 manat. 20 var. Bu belə. Ha bu 3 dənə nədir? Qənd qabıdır, nədir o? Ha, neçədir olar? 15 manat. Üçü bir yerdə ha? Ha, 6 zadı hamısı bir yerdə 15 manat. Geçen benim kapsaydım saat. Saat üstü geçen benim kapsaydım. 1, 4, 5 dənə. O deyəsən 5 dənə də o servis. O da şeyin turbanın üstündə oturub var. Kırmızı. Ha. Onun balaları 4 tane de özü bir tane böyle. 5 dənə də o pişir. Ha. Neçədir o? O 25 manat. 25. Yapons. Sonra bu belə Madonna var. Bəs bu Madonna neçədir? Servis. Onunla 140 manat. 140 mı? Ne var onda? Hayır, işte sallar da var. Sonra komplet, çay qabı, çanik. Sonra burada yüksək yemək qabları var. Bəs onlar neçədir? Onlar ədədlə də verilir ha? Azapça. Zapçası ədədlə də verilir. Onlar zapçası ədədlə də verilir. Əgər yoxdursa, qırılıbsa, gəlib bundan birini alıb aparıb evdə də vaxt edə bilərsiniz o qazaqları. Onların biri neçəyə gəlir? Başa? Yani 2 manattan biri 10 manat veriyor. 2 manatdan biri 10 manata gəlir. Gəlib inşallah bunları dayıdan əldə edə bilərsiniz. Yenə də təkrarlayıram. Dayının nömrəsini də versəm, o zəng eləsəz açmayacaq. Çünki gəlirsiniz bazara, bazarda Sabunçu bazarındadır dayının yeri və əldə eləyirsiniz. Deyirsiniz ki, biz Məhəmməd Əli TV kanalının videonu izləmişəm, amma belə qab-qacağınız var. Biz bunu almaq istəyirəm. İndi deyəcək onun üçün 70 manata, indi razılaşarsınız, bəlkə də endirim eləyəcəksə, 2-3 manata endirim eləyəcək, götürüb aparıb evdə işlədərsiniz. Sizlər də kanala abunə olun və videoları da bəyənməyi unutmayın. Çalışmaq üçün kanala abunə olun və videoları bəyənin ki, bizlər də sizlər üçün və belə qab-qacaqlar çəkin. Bu təmiz xurustaldır yoxsa? Şüşədir o. Neçədir o? O da 20 manat. 20 manat. Təmiz xurustallar hansıdır baz burada? Bundan başka bunlar hamısı kilise. Bunlar neçədir qiyməti? Çünkü 30 manattan 70 manat. Cütü 30 manatdan 70 manata qədər. Yol. Rosun da var, çexin da var dayıdan. Sahib dayıdan bunları əldə edə bilərsiniz. Bu neçədir? Bazar olsun. Ne için? Bu mali, yani şu an 12 malı da var. Bu servislərin qiyməti neçə demişdin? 350. Satmamısan Allaha. İnşallah satarsan Allahın köməklə. Qab-qacaqlar da alırsan da sat. 600-070 ilə 604 21 61 ha. Yoxsa 61 21. 21
21.61 ha axırı. 604 21.61-dir. Qab-qacaqlar da alır. İnşallah əlaqə satarsınız və bu qab-qacaqlar da bibidən həm əldə edib, həm də sata bilərsiniz qab-qacaqlarınızı. Və görürsünüz o qab-qacaqlara bax. Hamısı qab-qacaqlardır bax burada Sabunçu bazarında. Gəlin Sabunçu bazarına bax bu qab-qacaqların hamısını əldə edə bilərsiniz. Soruşursunuz ki bu yer hardadır? Hələ kimdən soruşsanız ki çoxlu qab-qacaq satılan yerlər var. Sonra yönəldiməni yönəldərlər sizə, problem yoxdur. Nədir? Telefon çiziyor. Ha, telefon çəkilişdir. Öyle mi? Ha. Gəlin inşallah Sabunçu bazarında onlar hamısını bibidən əldə edə bilərsiniz inşallah. Xalça səndir? Xalçanın sezonu qutarıb amma çəkək də. Neçəyədir 11? Neçəyədir? Uzun və enliyi də nə? Yarımın iki yarım. Nə qədər edir o qiyməti? 50 manat İranın xalçası. İran xalçası. Ha. Olursa məcbur. 150 manat. Allah bazarın versin bibi. Sazlar da səndə? Səndə? Kimin də olar? Neçə edir onları? Ha. Ama belə qab-qacaqlar. Sabunçu bazarındadırlar hamısı. Nətərsən bazarın olsun. Yaxşısan? Neçədir bu 3 mərtəbə? 3 mərtəbə. 8. Bəs bu? Ha. Əmikmə qoysun. Ha. Bir də 80 kilo. Ey, Tuzun az nədir? gəl. Sağ ol. Mənim Bazı çok gelen şey. Ha burada da var buna. Abla. Neçədir bu bey? 5 mi? Bəs bu bura neçədir bəs rəngli olan? Yekə. 10 manat. Elə yema ona inandım ha, daşa dönüm o əgər 10 manat etsə. Qazanlar da var. Sıraba belə vediralar var. Altı bazar işləyir Sabunçu bazar arkadaşlar. Altı bazar gəlirsiniz və bu qab-qacaqları Sabunçu bazarından əldə edirsiniz. Güldanlar neçədir? Bagemiya. Bibi səndir bagemiya güldanlar. Nüşələ bibi, nüşələ. Nüşələ bibi. Bibi çörək yeyir. Bagemalardan 25 lira var, 30 lira var. Hər cürə qiyməti var. 25-ə 30-a. Bagemiya güldanları. Gəlib Sabunçu bazarından bibidən bunları əldə edə bilərsiniz. Bunları da Sabunçu bazarından əldə edə bilərsiniz. Bunlar hamısı Sabunçu bazarındadır. 6 bazar işləyir.